Mənə bir dənə nuqsa yazıblar, veriblər. Deyiblər, şərbətinincə özünü tapasan, müşabihə də olmaz. Bu tərbizi biz alt üst eləmişik. Yox, məhyə bunu tapa bilək, gəldim axidə mərəddən tapdım. Şərbəti ansifabol. Bu bir dənə şərbətdir, uşağa versin, uşuluq uşaqlar sifətə şuluqluq elərlər. Məğzinin üstündə elə bir aynanın üstünə bir dənə toz olaha siləsən. Məğzi ucuz təmizlə. Özü də dəftərçiyə yazıblar. Davaxanalar da dəftərçiyə nə o şərbət aydan verirlər. Azad nuqsa deyil. Və dəftərçiyə baxır. Qurusu var, kəpsulu var, şərbətinin müşabihi var. Dedim, müşabihi olmaz. Deyəcək öz olar. Deyək da tap da. 40 litr benzin, bir peykan, təbriz, biz dolandıq, mən gördüm, yox, bunlar dəftərçiyə verən dərlər. Dəftərçiyə, dövləti dəftərçiyə, karimənlə gətiyə bu şərbət-i ansifabol verən dərlər. Bunlar məni sər edir. Dedim, icazə ilə, indi bir İsmail Heydərinin cuşa gəlirəm, bu dəfə mən səhiyəcəyəm. Tərbiyyət xiyabanında bir dənə davaxana var, İran. Getdim, giydim oya, nuqsanı dəftərçəni qoydum oya, gəldim, dudum bu yanda danışmadım. Elə qoydum oya, çəkildim, dudum daldım. Dalda duyandan sonra bu indi bir o, axtaya dəftərçəni. Çağıydı, ay Heydəri, mən hiç getmədim qabağa, ay Heydəri, getdim qabağa, yox, ağacan, kəpsulu var, qursu var, şərbətinin müşabihi var. Mən bir belə baxdım bunun üzünə, bir balaca şüşəni kəsərlər, ödən əl uzaydarlar çər. İndi başımıdan soxuyam içəyə. Bu əli ilə itəli eşiyə, mən başımıdan soxuyam çər. Deyir, babacan, eşidiyəm də, dalda, kəsildim, düdüm dalda. Bir o, dinmədim. Deyir, sən nənəm bax, kəpsulu var, qursu var, şərbətinin müşabihi var. Deyirsən, deyim. Biraz baxdım üzrə, biraz dedim. Müşabih olmaz. Yok. Müşabih olmaz. Dedi, bəs olmaz nəzil mən. Mən neynim? Bir dənə heykəlli oğlandı da gülüydü, çöndüm. Pis baxdım ki, mənim dilim ucud, niyə sən gülürsən? O da bir sərə üzün söyləyən. Gərək özün verəsən. Deyir, baba, yoxdur, mən neynim? Mən deyəm, bu da deyir. Nəcə eləyim, bunu mən qan eləyim. Ağacan, müşabihi var. Müşabih olmaz. Deyək və mən nə dedim? Mənə bax görüm. Yerə badıncanın müşabihi kədu. Olay. Xiyam müşabihi moz. Olay. Xurma müşabihi yemiş. Olay. Şinin müşabihi. Qəndin müşabihi şəkər. Olay. Hey, mən deyəm, hadi, ikisi də şirindir daha. Deyim, soğuk dəməndən müşabih zatiliyyədir. Ondan sonra ölməkdir. Xudafiz. Dəftərçən ver mənə. Bu da güldü bir yerde. Mahmud, çıx üstəki elə bir oyda faydı qutuda. Çıxdı, getdi, gələ 4 dənə gəldi. Elə ki, şərbətləri aldım, alandan sonra dedim, deydi, deyib, bəli, deyim, sən də deydi, deyəsən, müşabihsən. Bir gün Nəhmədə, mənim baymaqlarım ki, Pərvaniyə, şofeyin əlaxı görəcən elə pişik baymağı kimini, hər yandan qırtılıb, cəhdə qalıb, cühdə qalıb. Zəncanda baymağım düşdü Pərvaniyə, əslən baymağım tantonun qırdı. Getdi, sümüyü də geçdi o tərəfə. İndi bir o, getmişəm Tehrana,
Tehranda Bimaristan Xalicdə şumara duda vermişəm əməl eləyiblər. Gittim gəldim Təbrizə. Mənim canımda bir yeyim, məsələn, yana bir yeyim, kömzə bağlıya ha. Amanım gəlməzdə ki, qutdalayam. O adama quddaladım, bu baymağım axıda çizlər. Getdim yo döhdüyə. Döhdü dedi ki, gəhkidir, sən yatasan Bimaristanda əməl eləyələ. Bu çihliyibdir, gəbun çikin xurtaj eləyələ, çıxardarlar. Döhdü də tanışıdır. Mənə apardılar, yatdıda Bimaristan şəhədədə. İndi yatmışı qoyda. Yo, bir sabah əməl eləyir. Bir dənə fəqət bu baymağımdır. Lakin də döydü tanışıdır, deyir ki, bir həftə saxlaram bilir mən sana da. Baymağım doktor, bəxilən götür, ondan sonra ki, desən, eşiyə geçin, soğuqdur, baymağım verəmirlər. Deyim, yaxçay döydüm. Biz gəldik və indi mühiti mənasında ki, də yavaş-yavaş məndən də həm təxt olacaq. Bir dənə də oğlan, qızıl kəsənli o qeyçi ilə baymağın qoyubu da qızılına baxım qırpmışdı. Dinaq-minaqsa getmişdi, bəx yavırmışlar. İndi ikimiz yatıq otaqda. Təbrizdə Bimaristan şəhədədə bəxşin içinə giyəndə o quşədə əvvəl otaqlar do təxt olarlar. Tüçü part olanlar ötürürlər. Biz indi, ikimiz yatmışıq oyda, yoldaşım. Danışıq o yandan, bir yandan külüyü filan mehman. Bir dənə pərəstər vardı. Biyo, gətdə axşam çalma gəzə veriləm, mən baxdım gəziyor. Elə hayana quddaladım, gördüm sən ölməyəcən. Quru düyü, arpa kimi. Nə bir belə yey köçüb rəndəliyiblər. Heç də dilə qaçdım, önə ətmətdən xəbər yoxdur. Dedim xanım, dedim xanım, bu ya sınıq bəxşidir da. Bəxşi şikəstə bəndidir, ortopedidir. Burada gəl mərizə kəllə poça verlə, zinci verlə. Tan ki onu damarı dadı şirələnə eləyə. Nə mənədə bu quru dürünü basmışım bizim qava. Biz bunu yesə pəndam olduq. Gedəsən müstəraha, güc verəsən bəxi satay adamı. La gəlim, buna bir yağ qatın ki geçsin, nə şayaq. Dedi, nəmə, biz də ondan yiyik da. Yiysən ki, gemsən kimə, bir çiçin pərəst dağıdır. Bir eynək vıymışı gözünə, istikən götür. Yiysən ki, gəl. Demiyorsun. Cöynə də, Hacı Şeyx Məhəd və çəllə paça. Deyim də yesə sən nə yetsən də, nə rahat olursan, mən yeməyəm. Deyim, mən bunu yeməyəm. Gedin o da rəxkəndən paltalarımı gətirim, zəf edim, eşdən biləmə qəşər, həmbəcə, nuşabə filan, deyim, mən eşdən şam gətirim, mən bunlar şamı yeməyəm. Hələ o şam, səhər görmüşəm, o çiçin pərəstə gəlir. Uzan yerə. Deymişəm, nə var? İynə vurum. Demişəm, başla, şahit dəfindən vuratsan ya şofey dəfindən. Deyir ki, abi də nə şahit şofey var? Dedim, baba biz şofeyik da, sağ sol bilmək ki, bu yan şahit dəfidir, bu yandan şofey dəfidir. İndi sən nəci vurursan mı da? Uzan, dedim, yaxşı uzandım. Gəl, vay. İndi belə yatmışam, birisi, elə istədi, iynəni vurab belirlədim. Peki. O nə? Dedim, istəm köydə vurasan da. Əlmə yerə, köydə vur. Deyim, əlmə yerə, köydə vur da. Bu iynəni qoyduya getdi. Gedəndən sonra bir dənə ayı pərəstə gəldi. Yok. Bu getdi, ayrısı geldi. Ayrısı geldi dedi ki, ağa, demem bu da Kilmanşah'tan təzə gəlib, təzə tüy köycəşi. Ağa, dedim, bəli. Siz xanıma nə mənə demişsiniz? Dedim, vallahi, heç də demədim xanım. Uzandım yerə. Dedim, ya şahit tərəfindən bu, ya şofey tərəfindən. O da deyib, bu da şofeyli ranəndə. Deyim, biz şofeyik da, ranəndəyik. Şuğlum ranəndədir. Biz də demək ki, sağ tərəf, sol tərəf. Bu yan şahit tərəfidir, bu yan şofey. Bu da cili, xoda zinə. Siz nə qədər şıxsınız, dedim, xahiş edirəm. Elə istədim, əldim bura, götümü qovladım görə. Bu dedi, ben ya bu cür elisiz. Dedim, istəyəm sən nə əlməyəsən. Göydə buyda. Narahan olma, əlmə. Bu gülmək tutub.
İndi gülü, hey iğnəni də istəyəcək ya, vuymu, hey belə gülü, batı dedim xanım, axal döysən ya iğnə vurursan. Nə xal döysən, onda gördüğümüz zəygəy dedi, eyvah, baybamın bəxıya zattı. Asma, sən Allah az güldü, eyvah. Deyim, nə oldu? Baymamın bəxyəsi attı, güldüm, qan açıldı bana. Dedim, bu yana sıx güləndə. Deyim, bu yana sıx, ondan güldü ha. Yatıyıq, köpək olunmu məhsanasında nə pişiklər var. Gəlirlər giyirlər içərim. Dolanırlar, baş kəsirlər, gedirlər. Bir vaxtı belə çox səhman pişiydi. Qorxmadığına nəzəri vəzn 35 kilo. Köpək oğlu carı bərgiydi, o pişik dəldi ki. Belə çəpivi rast elə naxoşu yiyəydi ba o. Sən ölmə, o iki əhdə mən pişik ölmə. Kanada cəhbəsini alsın, qucağına pasın, qozun sən o əlini. Peysən, naxoşlasa döydü oyda, qıçısınca döydü, beli səpsə döydü. Geydi aşpasana da yiyin. Bir gün gəldi giydi otağa. O zərcəyə deyim ki, pəncəni bağla, oradan gedə yeşiyə. Bundan işim var. Duydum, balıncın üzünü çıxartdım. Qapını bağladım. Biləsin tumarladım. Naz, xoş gel. Dedim, qəşək. Naz-nazı. Dedim, gezəl. Balaca balıncın başını geçitdim yüzünə. Götündən bir dənə bir elədim, getdi balıncını. Yığdım, quyruğu qaldı işte, saldım isə bağladım. Bağı ilə balıncını bağladım, indi dedim ya. İndi işləmə götün qımdıram yanım. Dedim, aferin. Çıxdım eşiyə. Çıxdım eşiyə, o yana baxdım, bu yana baxdım. Gördüm, yox, iskar pərəstdarda heç kəs yoxdur. Apaydım, yavaşcana qoydum o pərəstan səndəliyin üstünə, pətunu çəkdim üstünə. Pətunu götdüm, pişiyi qoydum alta, yox, çəkdim üstünə, elə ki çəkdim üstünə çəkəndən sonra, yox, pətunun qaldı altında da dinməyib pişik. Haydən bir səs salın. Sənə deyir, gələcək mənə çıxart daha buyda. O cidiyəydi ha. Mən niyə saldım bu ya? Balaca da dinmədi, yavaş. Mən onunla gördüm o yandan, bir xanım zəncənə var. Gəldi. Fəriba, o taxta 14-ün pərvəndələrini neynəmsən? O da ne, valla, ay götüyə mən utandı tibcək. Gəldi, tələsi çıxdı oydan elə bucu səndən də. Belə götün qoydu, elə qoyanda pişər. Atdan bucu, bu qalxdı, eyvay. Mən, eyvay mama, eyvay. Otaqdan çıxdım, xanım, nə oldu? Eyvay, deyir, xanımı yellirlər. Mən yavaşca giydim otağa, yatdım, gördüm də mənə göyən yoxdur. Getdim yuxuya, pişiyi balışdan çıxaydılar, o çıxaydana bir dənə dinaq salmış düzünə. Otuban çəkmişdi belə xətta. Heyvan elə giydiydi, kilometr bağlasan 120. Oyan bir an, amını kim eləyib filan. O çiçin pərəstlər demiş, o təxti yeşdə yatandı var. O şofeyin işidir. Qız bilmirsən nə oyuncaq deyim. Gördüm o xoşgil pərəstlər gəldi. Siz qurbanı saldınız rubalışa.
Dedim baba ne kurbası? Kurbaru. Ben indiği yuxudan duyuyorum. Bu ne işte? Hasan xanım zəngənə ödü üzünə sən zəngənə tərs elədi. Takko tərsi. Dedim valla mən xab kərdi. Mən nəmidanım. Nədani mən qurba kocarəm. Nəmidani. Arı.